Bugün hüquqlarını müdafiə etdiyim Kənan Teymurla bağlı apellyasiya məhkəməsində baxış keçirildi. Teymurun birinci instansiya məhkəməsində, Bakı Ağır Cinayətlər Məhkəməsində iş materialları ilə, protokolla tanış olarkən məlum olmuşdu ki, protokollar kifayət qədər saxtalaşdırılıb. Eləcə həmin saxtakarlıq hökmlər öz əksini tapmışdı. Bununla bağlı biz audio kasetlə tanış olmaq istədik və proses qanunverici uyğun olaraq əgər audio ilə protokol arasında fərq varsa audio tətbiq yazılışlar əsas götürülməlidir. Lakin ardından kasetlərlə tanış olma bizə icazə verilmədi. Yalnız apellyasiya instansiyasında biz onunla tanış ola bildik. Məlum oldu ki, bəli, çoxlu ziddiyyətlər var, çatışmamazlıqlar var. Onunla bağlı protokola böyük qeydlər verildi. Təxminən 25 bənddən ibarət və ona görə də vəsait verildi ki, həmin protokola qeydlərə birinci instansiya məhkəməsi qiymət verməlidir. Bununla əlaqəli olaraq vəsait təmin edildi və iş məhkəməsinə çıxarılaraq protokola qeydlərə münasibət bildirmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. İlindən Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edəcək. Proses davam edəcək. Sonra protokola qeydlər baxılacaq. Həmin qeydlər də qanunverici uyğun olaraq məhkəmə iclasında da baxıla bilər. Gözləyirik. Proses nə vaxta qədər təxirə salındı? Bilinmir. Qeyri-müəyyən vaxta qədər. Buyurun. Yönlü və planlı şəkildə Azərbaycanda müstəqil mətbuatı məhv edilir. Jurnalistika cinayət hesab olunur. Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti qaçaqmalçılıq ittihamı ilə həbs olunublar. Amma qaçaqmalçılıq ittihamını heç cür yamaya bilməyəcəyi jurnalistlər də var Azərbaycan hakimiyyətinin ki, onlar ümumiyyətlə grant da almayıblar. Teymur Kərimov onlardan biridir. Əvəz Zeynallı, demək, Kanal 13-ün rəhbəri Əziz Orucov və demək bir neçə nəfər jurnalist var ki, onlar başqa maddələrlə şərhləniblər. Təkcə bu nümunələr göstərir ki, əslində bu qaçaqmalçılıq ittihamı, grant alınması sadəcə olaraq quraşdırılmış bir bəhanədir. Deməli, bütövlükdə bütün jurnalistləri həbs eləmək istəyirlər. Və bu günləri vəkil Nemət bəyin də vurğuladığı kimi həddən artıq çoxsaylı protokolda saxtalaşdırmalar üzə çıxdığına görə iş yenidən qaytarıldı Ağır Cinayətlər Məhkəməsinə. Amma mən ədalət gözləmirəm. Çünki hesab edirəm ki, Azərbaycanda mətbuatın susturulması dövlət siyasətidir. Təkcə yerli mətbuat susturulmuyub. Artıq BBC-nin Azərbaycan ofisi bağlanıb, Azadlıq Radiosunun ofisi bağlanıb, Amerikanın səsi bağlanıb. Hətta Azərbaycanın dövlət rəhbərliyi beynəlxalq medianda artıq ittiham edir. Bütövlükdə Azərbaycanda jurnalistika cinayət hesab olunur. Baxın, bu günlərdə ictimaiyyətə belə bir məlumat açıqlandı ki, Azərbaycanın dövlət orqanları və vəzifəli şəxsləri son bir neçə 10 illikdə, belə deyək, İlham Əliyevin hakimiyyətdə olduğu zamanlarda 1 milyard dollara yaxın qrant alıblar. Deməli, dövlət alanda, dövlət institutları alanda, vəzifəli şəxslər alanda problem yoxdur. Həm də 1 milyard dollara yaxın. Amma 200 dollar, 300 dollar, 400 dollar əmək haqqı müqabilində azad jurnalistika ilə məşğul olan insanlar isə cinayətkar hesab olunur. Və Azərbaycan bugün Belarusdan sonra bütün Avropa qitəsində 48 ölkənin arasında ən çox jurnalist həbs eləmiş bir ölkədir. Azərbaycan hakimiyyəti azad sözdən, müstəqil mətbuatdan qorxur, ümumiyyətlə azad düşüncədən qorxur, hər bir azad və tənqidi düşüncəni öz rejiminə təhlükə sayır və ona görə də Azərbaycan repressiyaları pikini yaşayır. Bugün Azərbaycanda artıq 360 nəfərdən artıq siyasi məhbus var. Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu, Azərbaycanın mübarizə simvolu Tofiq Yaqublu 10 gündür ki, acılıq eləyir və belə bir zamanda Azərbaycan cəmiyyəti yalnız jurnalistləri, vətəndaş cəmiyyətini, müxalifəti bu qəddar və repressiv rejimlə təkbətək yalnız buraxmamalıdır. Ona görə də Azərbaycan cəmiyyəti bilməlidir ki, bugün mühakimə olunan jurnalistlərə qarşı da, müxalifətçilərə qarşı da, vətəndaş cəmiyyətinə qarşı olan ittihamlar da saxtadır. Sadəcə ölkədə hər kəsi susturmaq istəyirlər. Hər kəsin susmaması üçün danışanlara, xalqın haqqını tələb edənlərə hamılıqla dəstək olmaq lazımdır. Sağ olun. Xoş gördük, hörmətli izləyicilər, Azad media izləyicilər, eləcə dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz bugün müstəqil jurnalist Teymur Kərimovun Bakı Apellyasiya Məhkəməsində növbəti prosesi keçirildi. Prosesdə
vəkili Nemət Kərimovun qaldırdığı iddialar, vəsatətlər təmin edildi və iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.